iman elə bir əsas, yəni yer daşıyır ki, bir insan əgər Allaha iman gətirməsə, bu dünyada var olan bütün xeyirxah işləri görsə belə, heç biri qəbul olunmaz. Zərrə qədər belə olsun, qəbul olunmaz. Bu haqda ayətlər çoxdur. Məsələn, bir ayətdə Uca Allah buyurur ki, Məsəlüllezine kəfəru bi rabbihim a'maluhum kəramadin iştəddə bihir-rih fi yevmin asif la yaqdiruna mimma kəsəbu alə şey. Uca Allah buyurur ki, Rəbbini inkar edənlərin əməllərinin misalları, onun məsəli, qasırğalı, fırtınalı bir gündə küləyin şiddətlə savurduğu külə bənzəyir. Subhanallah. Allah Azze ve Celle bizə onların bütün əməllərinin qasırğalı, şiddətli bir fırtınalı gündə küləyin savurduğu külə bənzədir ki, ondan heç bir əsər əlamət qalmaz. O zaman Allah buyurur ki, onların qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Bəs nə olar bu? Allah Azze ve Celle iman gətirməyib və yaxud da iman gətirib Allaha ortaq qoşan bu halda ölənlərin xeyir işlərini onlara bu dünyada verər. Ya onlara bolluq verər, ya onlara sağlamlıq verər və ya onlara əmin-amanlıq verər. Hər birinin halına görə dəyişir. Onların əməlləri bu dünyada özlərinə verirlər, lakin ahirətdə onların heç bir payı olmaz. Necə ki, dedik ki, Quran-ı Kərimdə başqa ayədə Uca Allah buyurur ki, bu açıq ayətdir, üstündə düşünmək lazımdır. Uca Allah buyurur ki, Qul həl nunəbbiukum bil əxsarinə a'mələ. De ki, mən sizə əməl baxımından ən ziyana uğrayan kimsələri xəbər verimmi? Əllezine dalla sa'yuhum fil hayatid dunya və hum yahsabuna annahum yuhsinuna sun'a. O kimsələr ki, onların bütün səyləri, zəhmətləri dünya həyatında boşa gedər və onlar elə zənn edirlər ki, onlar yaxşı işlər görərlər. Bəs nəyə görə onların bu əməllər azay olur? Uca Allah buyurur ki, Ulaikəllezine kəfəru bi ayati rabbihim və liqaih. O kimsələrdir ki, onlar Allahın ayələrini, Rəbbinin ayələrini və onunla qarşılaşacaqlarını inkar edən kimsələrdir. Fəhabitat a'maluhum. Buna görə onların bütün əməlləri batil olar. Fələ nuqimu ləhum yevməl qiyaməti vəznə. Və biz də qiyamət günü onlara tərəzi belə qurmarıq. Subhanallah. Baxın, yəni qiyamət günü hətta o insanlara, imanı olmayıb, küfr edən insanlara tərəzi belə qoyulmaz. Bu, onların əməllərinin nə qədər şiddətli olduğunu göstərir. Ona görədir ki, bizim üçün bu iman neməti ən əzəmətli, ən böyük nemətdir. Bu nemətin gərək biz qədrini bilək. Baxın, dəyərli qardaşlar, dedik ki, insanlar fərqli-fərqlidir. Dində sabit qalmaq üçün, yəni insanlar halları fərqlidir. Elə kimsələr var ki, onlar İslam, müsəlman ailəsində doğulub, onlar yəni maşallah ömürləri ancaq ibadət və itaətlərlə keçir. Bu birinci qisim. İkinci qisim insanlar var ki, o insanlar müsəlman arasında olmasına baxmayaraq yenə də günah edən kimsələrdir. Günaha da düşürlər, savab edirlər. Üçüncü qisim insanlar kimsələrdir ki, onlar özlərinə zülm edib, küfür içində yaşayıb, lakin sonunda ölümlərinə yaxın bir müddətdə az və ya çox fərq eləməz, tövbə edib İslam'a girən kimsələrdir. Bunların hamısını Allah Azze ve Celle bizə xəbər verir ki, onlar cənnət əhlindəndir. Yəni, hamısı eyni deyil. Yəni, yer üzündə olan bütün müsəlmanlar eyni səviyyədə deyirlər. Uca Allah buyurur ki, ثُمَّ أَوْرَسْنَا الْكِتَابَ الَّذ۪ينَ اصْطَفَيْنَ مِنْ عِبَادِنَا. Sonra biz kitabı öz qullarımızdan seçdiyimizə miras edərik. فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِ. Bizim qullarımızdan kimisi özünə zülm etmişdir. Yəni, küfrə düşüb sonra tövbə etmişdir sonda. وَمِنْهُمْ مُقْتَصِدٌ. Kimisi orta yol tutmuşdur. وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ. Kimiləri də Allahın izni ilə xeyirdə öndə gedənlər olmuşdur. Lakin bütün bunlara baxmayaraq Uca Allah buyurur ki, ذَلِكَ الْفَضْلُ الْكَبِيرُ. Bu böyük bir fəzilətdir. Onların hamısının cənnət əhlindən olduğunu xəbər verir. Uca Allah buyurur ki, Cənnət-u adnin yədxulunəhə. Bütün bu kimsələr cənnətə daxil olacaqlar. Yuhallavna fiha min asawira min zəhabin və lu'lu. Onlar orada qızıldan və incidən bəzədilmiş o bilərziklər taxacaqlar. Və libasuhum fiha harir. Onların geyimləri orada ipək olacaqdır. Allah Azze ve Celle bizə xəbər verir ki, fərq etməz. Özünə zülm etsə belə, xeyirdə öndə getsə belə və yaxud da orta yol tutsa belə, bütün bunlar tövbə etdiyi sürəcə onların hamısı cənnət əhlidir. Lakin bunların cənnətdəki təbəqələri eyni deyil. Necə ki, bir hədisdə cənnət əhli öz otaqlarına, öz dostlarının otaqlarına cənnətdə bu dünyada ulduzlara baxırmış kimi baxacaqlar. Yəni, necə ki, biz bugün axşam gecə vaxtı ulduza baxırıq, ulduzları
Yəni nə qədər uzaq olduğunu görürük dərəcə olaraq. Eyni şəkildə də iman gətirənlər o şəkildə bir-birlərinin, yəni dostlarının mənzillərinə, dərəcələrinə bu dünyada ulduza baxırmış kimi uzaqdan görəcəklər. Bu da subhanallah nə qədər əzəmətli olduğunu göstərir.